Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı geniş miqyaslı əməliyyatlar davam edir. Qaradağ rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü 39 yaşlı Vitali Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Ya dedi ki, sən bilən geçkinən Lökbatan Xocaçən yoluna da orada var, götür onu gəlginən. Mal götürmüşük, qaydan başı sonra maşını saxladılar, bizi tutdular. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır. Eyni istiqamətdə Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı da uğurlu nəticələr əldə olunub. Tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb. Stop Narkotikas xəbər verir ki, Tural Ələkbərov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Əlindəki nədir? Narkotik. Nəşəli, İran vətəndaşı. Dedim suçludur. Götür qoyasın ünvana. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat isə Nəsimi rayonunda keçirilib. Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayon polis idarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli pregabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Instagram vasitəsilə tanış oldum, halqa saxladıq, adres atdı, getdim, götürdüm. Mən götürüb satmaq istəyirdim. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Murtaza Həsənov, Baba Cəfərov və Qəzənfər İbrahimovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlində Nəsimi rayonunda keçirilən tədbirlər zamanı 47 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri sonuncu əməliyyat zamanı da mühüm nəticələr əldə olunub. 36 yaşlı Ramin Məmmədov Binə qəsəbəsi ərazisində saxlanılıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin, marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. Ramin Məmmədov ifadəsində narkotik vasitələri həm şəxsi istifadə, həm də satış məqsədilə əldə etdiyini bildirib. Araşdırma aparılır. Digər bir əməliyyat Şəki şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, həmin şəxsdən 1 ədəd Kalaşnikov avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə bitkisi aşkarlanıb. Davam etdirilən tədbirlərlə Nizami Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Vahid Həşimovdan əlavə olaraq torpağa bastıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə bitkisi aşkarlanıb. Mən avtomatı bir müddət qabağa oğlu tanışım Vahiddən 1000 manat almışdım. Kimsə əlinə çəkməsin deyə evdə gizlətmişdim. Pula ehtiyacım olduğu üçün
1500 manata satmaq istəyirdim. Satanda polislər tərəfindən saxlanıldım. Çətinlik yollarını 2 ay qabaq dipçək dəymişdim. Qulluq edirdim öz istifadəm üçün. Silahı pərdizdən almışım 500 manata. Sonra onu satmaq istədim tanışım Nizamiyə. Getdim, bastırdığım yerdən qazdım, çıxartdım, gətirdim, 1000 manata satdım Nizamiyə. Silahla əlavə 2000 patron, bir ov tüfəngi sənədsiz. Ov tüfəngi 26 patronunu da bastırmışdım ki, heç kəsin əlinə keçməsin. Həmən o həyətdə də çətinlik yolları var idi, 15 ədəd. Onlar da polislər tərəfindən aşkarlandı. Mən Vahidlə söhbət eləyəndə ona təklif elədim ki, belə bir silah var. O da dedi ki, olsa istəyərim. Mən də onu 500 manat müqabilində ona satdım. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Stop Narkotikaza bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram marixuana, 1 ədəd Makarov markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. Böyle içeri girəndə göy qapı görə desəm, bax, göy qapının qırağındadır. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kəmandar İbrahimov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stop Narkotikaza bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə agrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, Kəmandar İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər bir uğurlu əməliyyat Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. Rövşən Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmailov saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Bildirilir ki, ilkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.